Zapis. Kiminin talihi qalın bir roman, kiminin də ömür səhifəsi elə yarıya çatmadan sona yetir. Bu həyatda öz işini şərəflə və məsuliyyətlə yerinə yetirən insanlar arasında Gültekin Qafarova kimi şəfqətli tibb bacısı da var idi. Amma Allahın bizə bəxş etdiyi həyatda çox qısa ömür sürməsinə baxmayaraq, bir tibb bacısı kimi şəfaya möhtac qalan insanlara xidmət göstərərək onları daima sevindirib. Gültekin Qafarova xeyli vaxtıdır ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətində baş tibb bacısı idi. Cəmiyyətin Yasamal və Qaradağ rayonunda tibb bacısı işləyib. Hər şeyin dəyişdiyi, adiləşdiyi bir zamanda təəssüf ki, kiminsə dərdinə yanan az adam tapılar. Amma Gültekin xanım fəaliyyəti boyu humanist, ürəyi yumuşaq olduğu üçün kimsəsiz, tənha insanlara, qocalara, xroniki xəstələrə bacardığı köməklikləri edib. Azərbaycan Qızıl Aypara hərəkatının təşəkküründə və yayılmasında xüsusi fəaliyyət göstərib. Gültekin Qafarova ölümündən sonra beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının ən yüksək mükafatı Florence Nightingale medalına layiq görülüb. Bu medal 2009-cu il iyunun 12-sində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ofisində təntənəli olaraq onun ailə üzvlərinə təqdim edilib. Qeyd edək ki, Florence Nightingale tibb bacıları ixtisası və hospitalların ixtisası təşəbbüsçüsü kimi məşhurdur. O öz missiyasını insanlara xidmət və insanları xəstəliklərdən, ölümlərdən azad etməkdə görürdü. Buna o bütün həyatını sərf etmişdi. Həyatda o insan
insan xoşbəxtliyə layiqdir ki, dünyadan köçsə belə adı və şəxsiyyəti böyük hörmət və ehtiramla anılır. Hər zaman xoş xatirələr, gözlərinin önündə canlanan mələk siması ilə yaddaşlarda yaşayacaq. Söz verilir. 2 sayılı Bakı Baza Tibb Kollecinin direktoru Dilarə xanım Məmmədəliyevaya. Hörmətli qonaqlar, hörmətli müəllimlər, əziz tələbələr, hər birinizi salamlayıram və gələn qonaqlarımıza xoş gəlmişsiniz deyirəm. Bugün 7 aprel tarixli Ümumdünya Sağlamlıq günündə Florence Nightingale medalına layiq görülmüş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məhrum tibb bacısı Gültəkin Hacıyevanın, Qafarovanın xatirəsinə həsr olunmuş tədbirin bizim kollecdə keçirilməsinin qərarını vermiş hər bir şəxsə öz adımdan və müəllim tələbə heyətinin adından təşəkkürümü və minnətdarlığımı bildirirəm. Gültəkin Hacıyevanın əziz xatirəsi yad edilməklə yanaşı, onun peşə fəaliyyətinin, onun mərhəmətlik haqqında bizim gələcək tələbələrin bilməsi çox böyük bir əhəmiyyəti var. Tibb bacısı bacarıqlı, savadlı olmalıdır. Eyni zamanda əsası, onun fəaliyyətin əsasını, onun mərhəmətlik, şəfqətlik və humanistlik kimi keyfiyyətlər tələb olunur. Bu bütün keyfiyyətlər Gültəkin Qafarovada özündə birləşdirmişdir. Bugün bizim tibb bacılarımız ön cəbhədə, döyüşdə, müharibələrdə, ön cəbhədə bir yerdə döyüşdə iştirak edirlər. Həmişə yaralıların yanında olurlar. Mən belə fədakar tibb bacıların həmişə ruhları qabağında baş əyməyə hər bir tələbələrimizi çağırırıq. Eyni zamanda biz tələbələrimizə şəfqət, humanist hissləri açılamaqda
bir sıra işlər görülür bizim məktəbdə. Biz bu cürə tibb bacıların adların bilməliyik, onların gələcək nəslimizə çatdırmalıyıq. Bugün bizim məktəbdə 75-ci ildən başlayaraq 2008-ci ilə qədər 29.000 tələbə məktəbimizin məzunu olmuşdur. Respublikada müxtəlif bölgələrdə çalışırlar. Mən bu insan sağlamlığı keşiyində durmaq çox şərəfli işdir. Mən gələcək tibb işçilərimizə bu şərəfli işdə müvəffəqiyyətlər arzu edirəm. Mən arzu edirəm həmişə Gültəkin Qafarova kimi, bir sıra başqa tibb bacıları kimi mərhəmətli, şəfqətli olsunlar. Mən arzu edirəm ki, bu örnək kimi bu ənənələri davam etsinlər və bütün bu işdə sizə bir daha da müvəffəqiyyətlər arzu edirəm. Ümumdünya Sağlamlıq Günündə isə sizə hər birinizə can sağlığı arzu edirəm və tədbirimizi davam etmək üçün yəqin ki, başqalarına söz verir. Çox sağ olun. Söz verilir. Azərbaycan Qızılaypara Cəmiyyətinin vitse-prezidenti, fəlsəfə doktoru Qafar Əskərzadəyə. Hörmətli mərasim iştirakçıları, xanımlar və cənablar. Məndən öncə çıxış edən natiq qeyd etdi ki, bugün dünyanın hər yerində olduğu kimi Azərbaycanda da ümumdünya sağlamlıq günü qeyd olunur. Və bu əlamətdar günün çərçivəsində belə bir mötəbər təhsil ocağında, səhiyyə ocağında Gültəkin Qafarova Əskərzadənin xatirəsinə həsr olmuş gecənin keçirilməsi heç də təsadüfi deyildir. Çünki bütün ömrünü insanların sağlamlığına sərf edən, insanlarda şəfqət, mərhəmət, alicənablıq kimi bu nəcib hissləri aşlayan bir insanın belə bir gündə xatırlanması, yad olunması əlbəttə ki, bir zərurətdir. Mən Gültəkin xanım Qafarova Əskərzadənin simasında iki cəhəti qeyd etmək istəyirəm. Öncə onun Azərbaycan Qızılaypara Cəmiyyətinin bir işçisi kimi fəaliyyətindən söz açmaq istəyirəm. Uzun müddət Gültəkin xanım Aypara Cəmiyyətində çalışmış insanların sağlamlığı keşiyində durmuşdur. Bu müddət ərzində Gültəkin kiçik tibb bacısından, yəni rayon bölməsində, cəmiyyətin rayon bölməsində olan kiçik tibb bacısı vəzifəsindən Azərbaycan Qızılaypara Cəmiyyətinin baş tibb bacısı vəzifəsinə qədər şərəfli ömür yolu keçmişdir. Onun xidmət etdiyi, qulluq etdiyi insanlar digər tibb bacılarının qulluq etdiyi insanlardan, xəstələrdən fərqlənir. Çünki onun xidmət etdiyi kontingentin sırasına kimsəsiz tənha qocalar, ahıl xəstələr, daha doğrusu xroniki xəstələr aid olur. Və onlarla işləmək çox böyük dəyanət tələb edir. Və bizim fədakar, Ayparanın fədakar tibb bacılarının sırasında məhz Gültəkin xanımın da bu sahədə öz yeri olmuşdur. O, Qızılaypara Cəmiyyətinin sıralarında əhali arasında səhiyyə maarif işinin görülməsində, qan donorluğunun inkişafında, Qızılaypara Qızıl Xaç Hərəkatının təşəkkülündə, inkişafında müəyyən xidmətlər göstərmişdir. Və təbii ki, Gültəkin xanımın əməyi Azərbaycan Qızılaypara Cəmiyyətinin rəhbərliyi tərəfindən də dəfələrlə xüsusi olaraq
qeyd olunmuşdur. Və Qızıl Aypara Cəmiyyətinin nəzdində bir komissiya fəaliyyət göstərir. Bu komissiya hər 2 ildən bir Cenevre şəhərində təqdim olma mərasimində, yəni Florence Nightingale medalının təqdim olma mərasimi üçün namizədlərin göndərilməsi məsələsinə baxır. Və müəyyən səbəblərdən komissiyanın sədri kimi mən Gültəkin xanımın sənədlərinin Cenevreyə göndərilməsinə etiraz etdim. Lakin buna baxmayaraq, həmin komissiyanın üzvləri təkidlə Gültəkin xanımın sənədlərini bir neçə tibb hadisi ilə birgə Cenevreyə göndərdilər. Və sonucda həmin medal Gültəkin xanıma, yəni Gültəkin xanım həmin medala layiq görüldü. Ən ürək ağrısı ondadır ki, bu medal təqdim olunarkən hələ Gültəkin xanım sağ idi, ömrünün son günlərini yaşayırdı. Amma həmin medalın layiq görülməsi isə onun ölümündən sonraki vaxtda təsadüf etdi. Lakin bizim ayparaçılarda belə bir arxayınçılıq mı deyim, nə mi deyim, sadəcə olaraq o süjetə baxandan sonra bir balaca müəyyən kövrək hisslərdəyəm. Bizdə bir təmkin onda tapdıq, təmkinliyimiz onda oldu ki, Gültəkin xanımın əməyi qiymətləndirildi. Digər cəhət ondan ibarətdir ki, Gültəkin xanım eyni zamanda mənim doğma bacımdır. Və mən bayaq dedim ki, müəyyən səbəblərdən mən etiraz edirdim onun sənədlərin göndərilməsinə və bunun əsas səbəbi o idi ki, o mənim doğma bacımdır. Və təbii ki, bir qardaş kimi Gültəkin xanımın fədakar işindən, onun Aypara cəmiyyətindəki fəaliyyətindən mən həm ayparaçı kimi, həm də bir qardaş kimi qürur hissi keçirdirəm, fəxr edirəm onunla. Gültəkin necə işdə, evdə də o yüksək insani keyfiyyətləri saxlayırdı. Gültəkin ailədə ananı erkən itirdiyimizdən o bizə eyni zamanda analıq etmişdir. Yəni onun üzərinə çox böyük bir ağır missiyalar düşmüşdü. Və onda bir xüsusiyyət var idi ki, o işinə məsuliyyətlə yanaşırdı. Və hər dəfə onun bir sözü vardı ki, əgər hansısa bir Aypara cəmiyyətində işləyən tibb bacısı, əgər həftədə 2 dəfə o tənha qocaların evinə gedirsə, mən onu hər gün etməliyəm. Çünki onun arxasında olur ki, deməsinlər ki, filan kəsin bacısı filan məsələdən istifadə edərək işinə laqiyyət yanaşır. Həm bir cəhət də ondan ibarət idi ki, bir də görürdünüz, axşam artıq 9-dan sonra onda həmin kimsəsiz tənha qocalardan evimizə zənglər olardı və Gültəkini çağırardılar. Hərdən elə olurdu ki, deyirdi ki, sabah gedərsən, axşamdır. Deyirdi, yox, mən bunu edə bilmərəm. Çünki onların ümid yeri mənim. Çünki onlar məni görməsələr, mənimlə danışmasılar, yəni müəyyən problemlə bağlı mənimlə əlaqə yaratmasalar, onlar rahat olmurlar və onlar qapıda yalnız məni gözləyirlər. Yəni bu, o deməkdir ki, Gültəkin öz işinə çox məsuliyyətlə yanaşırdı. Və təbii ki, belə bir tibb bacısının fəaliyyəti gələcək tibb bacıları üçün bir örnəkdir. Və bu tibb məktəbində bu tədbirin keçirilməsi də məhz ondan irəli gəlir ki, həmin burada əyləşən bizim gələcəyimizin bu gözəl tibb bacıları məhz Gültəkin xanımın fəaliyyətini bir özlərinə örnək kimi götürsünlər. Təbii ki, yalnız Gültəkin xanımın onlar üçün örnək olası ancaq və ancaq işi, fəaliyyəti, işində olan məsuliyyəti olsun. Mən Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi adından, beləcə də Gültəkin xanımın ailə üzvləri adından, yaxınları adından bu
tədbirin, bu gecənin burada keçirilməsinə görə ilk növbədə Dilarə xanıma, məktəbin direktoru Dilarə xanıma təşəkkür edirəm. Müzə xanıma təşəkkür edirəm. Və bu insanların simasında bütün kollektivə təşəkkür edirəm. Mən bu tədbirin işıqlandırılaraq, bu çərçivədən çıxaraq Respublika səviyyəsində əhalimizə çatdırılmasındakı əməyinə görə burada televiziya nümayəndələri iştirak edir. Onlara dərin minnətdarlığımı bildirirəm. Mətbuat nümayəndələri iştirak edir. Onlara dərin təşəkkürümü bildirirəm. Burada bu tədbirdə iştirak edərək Gültəkin xanımı xatırlayan, onun bu işığına yığışaraq anam burada əyləşən bütün insanlara dərin təşəkkürümü bildirirəm. Sizin hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, çox var olun ki, gəldiniz və bu qısa müddət ərzində ki, biz burada olacağıq, onlara görə sizə dərin minnətdarlığımı bildirirəm və xüsusilə də burada incəsənət xadimləri, müğənnilər, aktyorlar iştirak edirlər, onların birazdan çıxışı olacaq və bəri başdan onlara da öz dərin təşəkkürümü bildirirəm. Sağ olun, var olun, çox sağ olun. Çıxış edir Respublikanın əməkdar artisti Ədilə Əflaki. Günaydın, hər birinizə öz təşəkkürümü bildirirəm ki, Gültəkinin xatirə gecəsinə, anım gecəsinə toplaşmışsınız. Qıtırəm hər birinizə.
dostlarına, Gültekin qızımızın dövlət tərəfindən, dünya tərəfindən, dünya birliyi tərəfindən onun mükafatını görə bütün hər birinə öz təşəkkürümü bildirirəm. Təşəkkür ederim. Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi Rüfə Əhmədova. İndi isə mən də sizə gözəl şairəmiz, filologiya elmləri doktoru Əsmət xanım Məsədinin Gültekin xanıma həsr etdiyi Şəfqət Bazım şeirini söyləmək istəyirəm. Al günəşin şəfəqindən yarandı. Səhər onun nəfəsindən oyandı. İnsanların keşiyində dayandı. Göydən inən mələkdir Şəfqət Bazım. Ağ xalatlı, ağ əlcəkli, ağ papaq. Sülh quşudur, göyərçin tək ağappaq. Öz ömrünü ömürlərə qataraq hamımıza gərəkdir Şəfqət Bazım. Həyat verər əllərinin şəfası. Gedər canın hər ağrısı, qalası. Mərhəmət, yaxşılıq, ümid dünyası. Özü boyda ürəkdir Şəfqət Bazım. Acı həblər şirinləşər sözündən. Ümid yağar baxışından, gözündən. Xoş təbəssüm çəkilməzdir üzündən. Ətir saçan çiçəkdir Şəfqət Bazım. Arzusunu arzumuza bağlayar. Ağrıyanda bizlə birgə ağrıyar. Gülsək gülər, ağlayanda ağlayar. Həm mətin, həm kövrəkdir Şəfqət Bazım. Zərif çiyini el yükünü daşıyar. Nəvazişi ruhumuzu oluşuyar. Həyat verib yaşatmaq üçün yaşayar. Arxadır, köməkdir Şəfqət Bazım. Kömək sizə, kimsəsizə dayaqdır. Ayparadır, aypara tək parlaqdır. Ömürlərə nur paylayan çıraqdır. Dünyamıza bəzəkdir Şəfqət Bazım. Doğmaların doğmasıdır, əzizdir. Coşan qəlbi təlatümlü dənizdir. Əməli də, ürəyi tək təmizdir. Saf arzudur, diləkdir Şəfqət Bazım. Aramızda indi yoxdur Gültekin. Tez açıldı, nə tez soldu gündəki. Əməlləri işıq saçar gün təki. Sönməz nurdur, şəfəqdir Şəfqət Bazım. Sönməz nurdur, şəfəqdir Şəfqət Bazım. Çıxış edir Respublikanın əməkdar artisti Kəmalə Rəhimli. Allah rəhmət eləsin. Mən əvvəla bütün 2 nömrəli tibb məktəbinin müəllim və tələbə heyətini salamlayıram. Və bugün dünyasını dəyişmiş bizim gözəl Azəri qızımız, Şəfqət bacısı Gültekin xanımın qarşısında
ruhu qarşısında baş əyirəm və əlbəttə ki, dünyasını dəyişən bütün tibb elminə xidmət edənlərin qarşısında baş əyirəm. Allah qəni-qəni rəhmət eləsin və əlbəttə ki, bir gözəl lirik mahnı ilə doğrudan bugün mənim üçün danışmaq ağırdır. Çünki bu xanımla mən dəfələrlə telefon əlaqəsiz saxlamışam, onunla danışmışam. Bugün mənim üçün çox ağırdır onun barəsində danışmaq. Və əlbəttə bir gözəl lirik mahnı ilə onun ruhunu yad edək. Görsəydin sözümü deyərdin sənə. İnan ki darıxdım yenə sənin üçün. Özümdə bilmirəm nə üçün yenə. Sən gələn yollara baxdım sənin üçün. Özümdə bilmirəm nə üçün yenə. Sən gələn yollara baxdım sənin üçün. Soruşdum mən səni görən olmadı. Yarın qayıdacaq deyən olmadı. Soruşdum mən səni görən olmadı. Yarın qayıdacaq deyən olmadı. Ağladım gizlincə bilən olmadı. Sən gələn yollara
güzelleşen işıklı dünyadan nece ben çekim ben günden güne bu güzelleşen işıklı dünyadan nece ben çekim yerle çarpışan güllerleşen dosttan aşinadan nece ben çekim bu yerle çarpışan güllerleşen dosttan aşinadan nece ben çekim bu keşmekeşten kalbinde kanında yanan ateşten yad ettikleri bu keşmekeşten kalbimde kanında yanan ateşten geceden gündüzden aydan güneşten bu rengin fezadan ecel çekim geceden gündüzden aydan güneşten bu rengin fezadan ecel çekim sevgilim karşında durdu yine şairliğim başıma vurdu Mihrimah sevgilim karşında durdu yine şairliğim başıma vurdu ben Mecnun köyüm bu saçı leylada mecel çekim ben Mecnun köyüm mağarada soldum bu saçı leylada mecel çekim mecel çekim mecel çekim nice el çekim nice el çekim bu saçı leylada nice el çekim Çok sağ olun, çok teşekkür ederim. Söz verilir. Əməkdar müəllim, bədii qiraət ustası Hacı Ənvər Vəliyevə. Fədakarlarım, mən sənə bunun qarşısında baş əyirəm. Dünyada qalacaq yalnız yaradan. Yaradanlar yaşayırlar.
özündən sonra yadigar qoyanlar yaşayır. Ancaq bu xanım o qocalara, xəstələrə, ahıllara gedib baş çəkəndə, onlara şəfa bəxş edəndə, sizin də şəfalı əlləriniz bugün də gələcək üçün də var olsun. O ümidsüz ürəklərə ümid verən, qəlbiniz həmişə şadlıq görsün. Bugün biz bir anlıq kollecdə iştirak eləsək də, kollecin rəhbərliyinə, müdürünə, eyni ilə professor müəllim heyətinə, tələbələrə xoş günlər, saadətli günlər arzulayırıq. Ancaq bu Azərbaycanlı xanımıdır, Azərbaycanlı qızıdır. Bəli, mahnıda da belə bir söz işləndi, xatırlayır. Gültaxin xanım, sizin bunu deməyə də bilərdiniz, müəllinin sözləri idi. Siz özünüzü xatırladırsınız. Əməli ilə iş görənlər, parlayırlar, yaşayırlar. Mən sizə bugün məhəbbət şeiri bəxş eləyəcəyim. Əgər siz ondan nakam olmuşsunuzsa, sizin əməlləriniz elə eşq şeiri olub. Ona görə ki, bugün gənclik oturub burada. Mən gənclərə, sizə bugün böyük Azərbaycan torpağının bir qarışı yox, qucaq dolu Xızı mahalının, Xızı torpağının və Azərbaycan torpağı deyirəm bütövlükdə. Mən bu torpağa onun yetirməsi böyük lirik şair, romantik, sizin kimi həyatı nakam olan müşfiqdən sizə şeir deyirəm, ruhunuz şad olsun. Mən şirin ləhcəli bir bülbüləm ki, güllərdən küsərəm, səndən küsmərəm. Məni öz canından əziz istəyən ellərdən küsərəm, səndən küsmərəm. Gözlərim misalda axan çaylardan, kirpiyim oxlardan, qaşım yaylardan, qarşımıza gələn uzun aylardan illərdən küsərəm, səndən. El içində bizə deyərlər sayarlı, tərlan ofçusuyam ruhum qanadlı, İlham pərisinin açdığı dadlı, dillərdən küsərəm, səndən küsmərəm. Mən səni bir anıya, bir bacıya, nakam olsan da, arzum başa çatmasa da, mən sənə Mikail Müşfiqin ana şeiriyle, Cəfər Cabbarının ana şeiriyle sonluq verəcəm. Çünki sən anıya məxsus, bacıya məxsus, gözəlliyə məxsus bir xanım olmuşsan. Sənin haqqında bizim hörmətli alimimiz, sənin doğma qardaşın kövrələrək dedi bu sözləri. Sən lazım olmuşsan insanların sənə. Ana dedim, ürəyimə yanar oldular saçıldı. Ana dedim, bir ürpəriş hasıl oldu canımda. Ana dedim, qarşımda bir gözəl səhnə açıldı. Ana dedim, fəqət onu görməz oldum yanımda. Ana, ana, bu kəlmənin vurğunuyam əzəldən. Onu gözəl anlatamaz düşündüyüm satırlar. Ana olmaz bizə hər bir yavrum deyən gözəldən. Çünki onun xilqətində ayrıca bir füsun var. Əgər bütün bəşəriyyət hədülvi canım ola, ürək süqut eləməz aldığı mətanətdən. Rical-ı xof və məkan vermərəm gər alimlər, min də vəz edələr dəhşət-ı qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm əsla və ya ki vəd edələr dövlət-i canı mənə ki bir kəsə baş əyib izzimi bəyan eləyib əyilmərəm nə ki yer versələr sən
Yanında gəl duracaqlar, əlində şəmşiri, ölüm gücü ilə mənə hökm elə, onun təslim əyilmərəm yenə haşa. Ölüm nədir? Onun gücü ilə xalqa həqiranə eyləyib təzim. Cahanda yox elə bir qüvvət, baş əyim ona mən, fəqət nə güclü, zəif bir vücud var yahu, ki hazıram yıxılıb xaç payına hər gün, ölüm ayağını izləyər. Kimdir o? Nədir o? Ana, ana, o adın qarşısında bir qul tək, həmişə səcdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm bəzm istirahətdir. Əs ey külək, bağır ey bəhri bi aman, ləpələn, atıl cahana sən ey ildirim, almış parla, gürulda tabi səmavi, gürulda çatla dağıl. Sön ey günəş, yaxşı yapdır ey bulutlarla. Onlar mənə səninlə mütləqa yox, yox. Fəqət ana, ana. O adın qarşısında bir qul tək, həmişə səcdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm, bəzmi istirahət. Baş əyiləm ruhunuz qarşısında. Artisti Mətanə İskəndərli. Hər birinizi salamlayıram. Böyük insan, böyük müəllim, Ənvər müəllimdən sonra danışmaq çox çətindir. Mən onu salamlayıram. Sizə hər zaman böyük hörmətim, böyük şəxsiyyət kimi. Mən fəxr edirəm ki, mənim əcdadlarımın, babalarımın, anamın, atamın göz açdığı o torpaq, o dağlar belə bir insanları yetişdirib, belə bir Gültəkin xanım kimi gözəl, şəfqət bacısı yetişdirib, bir ana yetişdirib. O dağlar ki, Cəfəri yetişdirib, Cabiri yetişdirib, Müşfiqi yetişdirib. Qafar qardaşım kimi belə alim yetişdirib. Belə insanları yerlərə, məkanlara bölmək olmaz. Belə insanlar bəşəri insanlardır. Mən bu insanların dünyasını dəyişmiş, bu böyük insanların qarşısında baş əyirəm. Dövlətimiz sağ olsun ki, belə insanları bu cür hörmətlə yad eləyir. O cümlədən Qızıl Aypara Cəmiyyəti, onun vitse-prezidenti Qafar müəllim, Allah sizə can sağlığı versin. Mən bilirəm, sizin üçün burada necə ağırdır. Ayaqdan sizin bacınız da mənim yanımda oturub, mən də onunla bərabər. O ağladıqca mən də ağlayıram. Allah ona rəhmət eləsin, Allah o dünyasını versin. Allah balalarına, qalan ömrünü, onun 2 qızı qalıb, ona bəxş eləsin. Subaydılar. Allah balalarını xoşbəxt eləsin. Onlar həmişə anaları ilə fəxr eləyəcəklər ki, bizim belə anamız olub. Qoy onun ruhu, bugün onun ruhu burada dolaşır. Şaddır onun ruhu. Hər zaman ruhu şad olsun. O dağlar, bu gözəl insanlar, biz heç bir zaman belə gözəl insanları heç bir zaman unutmayacağıq. Daima qəlbim. Əməyi ilə ucalan insanlar var olsunlar. Mən bugün onun üçün
həzin bir nəğmə oxuyacağım. Qoşulub bir dəfə ağ göyərçinə, göylərdən yanına gələrəm sən. Gözümdə sellənər arzu yağışı, bir gün gözlərində gülərəm sən. Söylesem sana, yağış gözlerimde bahar dilener. Eğer gözlerime bakabilmesem, o deli küleyler aray koparar. Senden uzaklarda olsam da gülüm, şimşekler sesimi sana aparar. Bir gün bulur elimden geçerem, bir gün senin gözlerine göçerem. Üzümü sökeyim göğümüzüne, bir gün saçlarına sınav çekerem. Bir gün bulur elimden geçerem, bir gün senin gözlerine göçerem. Üzümü sökeyim göğümüzüne, bir gün saçlarına sınav çekerem. Koşulur bir dəfə ağ göyərçinə, göylərdən yanına gələrəm sənin. Gözümdə sellənər arzu yağışı, bir gün gözlərində gülərəm sənin. Əgər gözlərimə baxa bilməsəm, o dəli küləklər haray qoparar. Məndən uzaqlarda olsam da gülüm, şimşəklər səsini sənə aparar. Bir gün bulud əlindən keçərəm, bir gün sənin gözlərinə köçərəm. Üzümü söykəyib göyün üzünə, bir gün saçlarına sınav çəkərəm. Bir gün bulud əlindən keçərəm, bir gün sənin gözlərinə köçərəm. Üzümü söykəyib
çıxış edir müğənni Nadir Qafarzadə. Hər vaxtınız xeyir olsun. Ümumiyyətlə, gözəl insanlar haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Ən xüsusda özündən sonra iz qoyub gedən insanlar. Mən Gültəkin xanım haqqında bugün keçmiş zamanda danışmaq istəmirəm. O, mənimlə gəlir ki, bugün də var, elə bizim aramızdadır. Və həmişə də onu sevənlər, onu qiymətləndirənlər hər zaman onu xatırlayacaqlar. Hər gün bəlkə də xatırlayacaqlar. Çünki doğrudan da dəyərli xanımdır. İstərdim sözləri Vahid Əziz, musiqisi gənc bəstəkar Kübra Məmmədəliyevə aid olan Ömrün Payızı mahnısını elə bu xanımın həyatı ilə də bəlkə də bağlıdır, üst-üstə düşür. Buyurun dinləyin. Ömrün payızıdır, neyim kalır ki? Ara bir durulur, bulanır keyfim. Başım belalardan açılır mı ki? Başım belalardan açılır mı ki? Biraz da yanmalım çiçeğin senin. Başım belalardan açılır mı ki? Başım belalardan açılır mı ki? Biraz da yanmalım çiçeğin senin. Günlerim geldi, kızardı soldu, yandı bak yıldızım şeytan tacında. Bir ömür verdiler menasız oldum. Yaşadım yaşama ihtiyacımda. Bir ömür verdiler menasız oldum. Bir ömür verdiler menasız oldum. Yaşadım yaşama ihtiyacımda. Saçımda dostlaşır geceyle gündüz. Heyretle bakmışam gelen güne. Sizleri bilmirəm ne düşünürsün? Sizleri bilmirəm ne düşünürsün? Allah'ın ömrü de eder mənə. Sizleri bilmirəm ne düşünürsünüz? Sizleri bilmirəm ne düşünürsünüz? Allah'ın ömrü de eder mənə. Gövdədən uçacağım göyərçin ömrüm, sizi qocalığım bildirməyəcək.
Çok sağ olun. Allah razı olsun. Gültəki xanıma Allah rəhmət eləsin deyirəm. Və bütün Qafarov ailəsinə Allahdan səbir deyirəm. Allah
çıxış edir müğənni Kərim. Hər vaxtınız xeyir olsun. Hamını salamlayıram. Mən istərəm ki, musiqimlə sözümü deyim. Sorma bu akşam halımı sorma. Qəhərin çekip nefesime sessiz olacağım. Durma gözlerim önünde durma. Hayalım gidince ben yine tenha kalacağım. Sen Tanrı'nın gazebinden doğumsan, yazılım gelsene kalbin yorma özünü yalanla yorma. Günahım o kadar büyük ki. Sorma bu akşam halımı sorma. Arayı salıp yüreğime sessiz duracağım. Durma talim yolunda durma. Yalanın bitince ben yine sensiz kalacağım. Tanrı sevdiklerine çektirenmiş, ben de onlardan biriyim. Derdim çok. Yorma özünü yalanla yorma. Yüreğin o kadar dönük ki.
qəni rəhmət eləsin, Allah bu dünyasını versin. Deyərdim ki, bütün burada əyləşən, bizim medisinada çalışan bütün xanımlarımız, deyərdim, bax, belə mərd olsunlar. Çox-çox təşəkkürlər. Yüreğim görmese bize seni, araya aktarar gezer seni. Gemini derdimi birer çekim, bu keder öldürer üzer seni. Yüreğim görmese bize seni, araya aktarar gezer seni. Gemini derdini birer çekim, bu keder öldürer üzer seni. Bu gündüzler zulmettir, tenhalık dehşettir. Anlamaya sabriyeye talihdir, kısmettir. Bu hasret yolları benden seni koparır. Ben sensiz gitmezdim, yollar beni yaparır. Bu hasret yolları benden seni koparır. Ben sensiz gitmezdim, yollar beni yaparır. Yazılı talihim benim kara, gidirem bilmirem ben hiç kara. Kara bir gölge görsen ağlama, o benim düşmüşem bu yollara. Yazılı talihim benim kara, gidirem bilmirem ben hiç kara. Kara bir gölge görsen ağlama, o benim düşmüşem bu yollara. Ayrılığın yolları uçsuzdur, sonsuzdur. Arzularım el çatmaz, ulduzdur, sonsuzdur. Bu hasret yolları benden seni koparır. Ben sensiz gitmezdim, yollar beni yaparır. Bu hasret yolları benden seni koparır. Ben sensiz gitmezdim, yollar beni yaparır. Bu hasret yolları benden seni koparır. Ben sensiz gitmezdim, yollar beni yaparır. Bu hasret yolları benden seni koparır. Ben sensiz gitmezdim, yollar beni yaparır. Teşekkür ederim. Mənim belə gəldi, bugün Təklif xanım sağ olsaydı, bugünkü tip aləminə böyük elmi xidmətləri olardı. Mən şəklində görürəm. Yəni biz fayədə də olanda onun qızıl medal aldığını, hansı yəni onu dəqiq bilmirəm, amma bilirəm ki, bu elmlə bağlı o böyük bir tədbirdə qızıl medal alıb. İndi də yəqin ki, tibb bilimləri doktoru olardı. Bəlkə də özünün
nədənsə müalicə oluna bilmədiyi xəstəliyi o elə özü çarəsi tapa bilərdi. Nə bilmək olar, qismətdir. İndi amma bugünkü gündə bu gözəl xanım, nakam getmiş xanım yad olunur. Bu da onun azca da olsa həyatının, kiçik həyatında gördüyü işlərə görə bugün onu biz yad edirik. Allah rəhmət eləsin. Bir mahnı var, Xatirə Gecəsi. Əslində mən bu tip məktəbinə birinci dəfədə gəlmişəm. Çox gözəl bir tədbirdir. Biz hər zaman da dəvət etsək, mənim heç kəs etiraz eləməz müğənnilərdən, o cümlədən də mən hər zaman sizin gözəl tədbirlərinizdə iştirak etməyə candan başdan razıyıq. Bugün də Xatirə Gecəsidir. Mən də Xatirə Gecəsi mahnısını oxumaq istəyirəm. Nalə Bilməmmədinin sözlərinə, Rəsmiyə Sabirin sözlərinə, Nalə Bilməmmədinin bəstəsidir. Xatirə Gecəsi. Bəlkə də onun qəlbində hansısa bir arzusu var imiş. Bu sözlərdə o öz təsdiqini tapa bilər. Gənc xanımdır, arzuları soluna geçdi. Şəxsi həyatda bəlkə də, nə bilim, çox təəssüf. Ümumiyyətlə, vaxtsız insan dünya gəlirində ən çox adamın vaxtsız getməyə yardır. Allahın işi ilə görmək olmaz, qismət. Deniz sahilinde ilk görüşümüz, dolandık sahili. Normalar gibi çok şeyler danıştık, ancak ahırda dedik ki sevgili, kalbin hakimi. Deniz sahilinde ilk görüşümüz, dolandık sahili. Normalar gibi çok şeyler danıştık, ancak ahırda dedik ki sevgidir kalbin hakimi. Heylik eğlendik talihimizden, kınadık geçmişi bu mehabbeti. Berk berk yapışarak ellerimizden, sınadık geciken bu mehabbeti. Hatire gecesi en aziz bu an, hatire gecesi kalbimde kalan. Hatire gecesi en aziz bu an, hatire gecesi kalbimde kalan. Kırıp qadağalar məngeləsini xatirə olaraq, şəkil çəkdirdik yaşayıb bir sevgi ənənəsini. O həmin gecəni xatirə bildik. Kırıp qadağalar məngeləsini xatirə olaraq, şəkil çəkdirdik yaşayıb bir sevgi ənənəsini. Kalbimde kalan hatire gecesi, en aziz bu an, hatire gecesi kalbimde kalan.
gecesi en azizi bu an. Hatire gecesi kalbimde kalan. Hatire gecesi en aziz bu an. Hatire gecesi kalbimde kalan. Hatire gecesi en aziz bu an. Hatire gecesi kalbimde kalan. Teşekkür ederim. Bir daha bu gecenin təşkilatçılarına teşekkür bildirirəm və şəxsən Qafar müəllim sizə teşekkür bildirirəm ki, burada dəvət olunanlarla arasında məni də görmək istəmişsiniz. Sağ olun, sizlərin şərəfli peşənizdə uğurlar arzu edirəm. Direktörü Zemfira xanım Səmədovaya. Hər vaxtınız xeyir olsun. Hörmətli müəllimlər, qonaqlar, tələbələr. Mənə söz verdiyiniz üçün Qafar müəllim minnətdarlığımı bildirirəm. Ömür Allahdan verilən bir paydır. Kimə çox, kimə az düşür bu paydan. Bəli, insan var ki, çox uzun ömür sürə bilər. Lakin o elə torpağa qoyulub gəlinən kimi də unudula bilər. Elə insan da var ki, o az yaşaya bilər. Lakin onun xatirəsi uzun illər hamının yadından çıxmaz, həmişə anılar. Məhz bugün bizim xatirəsinə toplaşdığımız Gültekin xanım da belə insanlardan biridir. O bu dünyadan nakam bitsə də, az ömür sürsə də, hər il onun xatirəsi bax bu cür şəkildə yad edilir. Keçən il biz onu öz məktəbimizdə yad etdik. Allah ruhunu şad eləsin. Mən fəxr edirəm ki, xalqımızın belə gözəl evladları var, belə gözəl qızları var. Və fəxr edirəm ki, məhz Gültekin bizim məktəbdə ömrünün ən gözəl günlərini, uşaqlıq illərini, yeniyetməlik illərini keçirir. Eşitdiklərimə, öyrəndiklərimə, soruşduqlarıma görə bilirəm ki, məktəb illərində çox çalışqan, çox səmimi, çox mehriban bir qız olub. Həmişə dostlarına, yoldaşlarına qayğı göstərməyi bacarıb, müəllimlərin sevimlisi olub. Və bugün mən bu tədris ocağındayım. O tədris ocağındakı Gültekin öz ilk gənclik illərini keçirib. O tədris ocağındakı o insanlara qayğı göstərməyi, insanların ən çətin anlarında onlara kömək olmağı, ən gözəl insan olmağı, onların sağlamlığı keşiyində durmağı, bacarmağı öyrənib. Bugün əziz tələbə qızlar, oğlanlar, siz onların davamçısınız. Və Gültekin xanım sonradan da öz həyatını yenə də bizim rayonun sağlamlığı keşiyində sərf edib. O bir şirah kimi yanmağı bacarıb. Və mən fəxr edirəm ki, elə siz də fəxr edirsiniz, bildiyiniz kimi. Dünyada qırmızı, qızıl aypara və qırmızı xaç, qızıl aypara və bu cəmiyyətin xətti ilə 10 nəfər insan ki, o medala layiq görülüb, onların arasında Gültekin xanımın adı var, Azərbaycanlı xanımımızın adı var. Və mən bununla fəxr edirəm. Və mən ona Allahdan min rəhmət diləyirəm, ruhu şad olsun deyirəm və məni bura dəvət etdiyinizə görə özüm də gecikmişdim, səbəbi var idi. Ona görə üzr istəyirəm və sizə minnətdarlığımı bildirirəm. Allah bir daha ona rəhmət eləsin. Sağ olun. Söz verilir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi Rüfət Əhmədov. Mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkir? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkir? Dönmə bir şəbnəmə yaz səhərində,
Güneş kimi parla yerində, göylərin lazivər ətəklərində gedən bu qovğadan necə əl çəkir? Baxınız, dan yeri sökülmüş kimi, dostlar bir cəbhəyə tökülmüş kimi, uzaqdan uzağa xam gümüş kimi ağaran səhradan necə əl çəkir? Təbiət varlıdır, təbiət xəsis, işlədərkən onu sən ey mühəndis, mən də qardaşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkir? Bir yanda tərlanlar, dumanlı dağlar, bir yanda kəhliklər, ayna bulaqlar, bir yanda bülbüllər, çiçəkli bağlar. Mən bu tamaşadan necə əl çəkir? Mən bu tamaşadan necə əl çəkir? Çıxış edir Respublikanın əməkdar artisti Rühəngiz Allahverdiyev. Mən bütün bu salonda əyləşənləri hamını salamlayıram. Bugünkü gündə bu gözəl xanımın ruhu şad olsun deyirəm. Təbii ki, Tanrı bizi yaradıbsa və yenidən də həyata qaytarır. O dünyada biz yaşayırıq, ölmürük. Elə də var ki, bu gözəl xanım yaşayır və bizim aramızdadır.
məni öldür burada, ya da ki yaşat məni. Sen yoksan diye gülüm, yaşatma ne yaz beni. Ya məni öldür burada, ya da ki yaşat beni. Sen yoksan diye gülüm, yaşatma ne yaz beni. Ya məni öldür burada, ya da ki yaşat beni. Sen yoksan diye gülüm, yaşatma ne yaz beni. Keçir turnalar geri. Bir gözəl bəstə Xumar Qədimovanın bəstəsidir. Sözləri bizim böyüyümüz, ağsaqqalımız Azərbaycan idmanında, mədəniyyətində böyük xariqələr yaradıb. Neçə Azərbaycan üçün çempionlar hazırlayıb. Alqışlar gəlsin Cavanşir bəyin oğlu Cavan Qurbanov. Məhəbbətsiz ötələr gün inan əzabımış. Yollarımız çətin ki harda sadmışam. Bu dünyanın gündüzü gecəsi savuşam. Yalvarıram əzablardan al məni qurtar. Yuxulardan elimden tut, özünle apar. O dünyada erken ruhumuz kavuşacak. Sensiz yürek kıyamet koparacak. Yalvarırım azaplardan al beni kurtar. Yuxulardan elimden tut, özünle apar. O dünyada erken ruhumuz kavuşacak. Sensiz yürek kıyamet koparacak. Darıxıram dünya sensiz gurbet olarmış. Gece gündüz göylerimni emren dolarmış. Yağış yağsa belki kalbi kederi duyar. Ayrılıktan bu dünyamız belki de doyar. Yalvarırım azaplardan al beni kurtar. Yuxulardan elimden tut, özünle apar. O dünyada erken ruhumuz kavuşacak. Sensiz yürek kıyamet koparacak. Yalvarırım azaplardan al beni kurtar. Yuxulardan elimden tut, özünle apar. O dünyada erken ruhumuz kavuşacak. Sensiz yürek kıyamet koparacak.
Yuxudan al məni qurtar. Yuxularda əlimdən özümlə var. O dünyada bəlkə də ruhumuz qovuşacaq.